Gün çərşənbədir, ona görə də evdə aş bişirmək qərarına gəlmişəm. Çünki başqa heç nə eləməyə vaxtım yoxdur, dolma falan edə bilmərəm. Ona görə qızlar, gəlin bir yerdə aşımızı bişirək. Toyuq almışam, yumuşaq toyuqdur. Mən normalda mağazadan belə toyuqları alanda pakovka alıram. Nəsə onlar mənim ürəyimə daha çox yatırlar. İndi bu günləri fikirləşdim ki, o pakovkanı alsam, bunun açılmağı falan uzun çəkəcək. Ona görə elə belə almışam. Yəni, buzsuz toyuq almışam da, belə deyim. İndi bunu doğrayaq, bu gözəl çəni. Bu qıraqlarını kəsək, ataq. İnşallah Allah qismət eləsin, sağlıq olsun, başqa bir problem olmasın. Bayramda fikirləşirəm ki, yəqin harasa getmiş olaram. Ona görə də bu günləri mini bir bayram kimi eləmək istəyirəm. Tam bayram kimi olmur, çünki indi tam belə ürək istəyən hər şeyi pişirib qoya bilmirsən də, vaxt çatışmamazlığından. Amma deyirəm, ən azından o elimizin adəti var, axı aş pişməlidir. Milli məclislərimizdə aş görünməlidir. Gözəl günlərimizin şahıdır aş. Allah hamının evinə ruzu versin, bərəkət versin. Amma ürək istəyən hər şeyi rahat şəkildə pişirib süfrəsinə düzə bilsin. Heç kimin gözü hansısa bir nə ərzaqda, nəsə başqa bir şeydə qalmasın. Allah hamının süfrəsini bol eləsin. Qızlar, bayramınızı fərqdən təbrik edirəm. Sizin də ömrünüz gözəl, xoş geçsin inşallah. Bayramlarınız biri-birindən gözəl gəlsin inşallah. Mən də bu günləri minnoş bir yemək pişirməyə çalışıram. Bir neçə gündür ki, işdə başım qarışıqdır. Çünki mən qismət olsa aprel ayında məzuniyyətə çıxmaq niyyətindəyim. Yəni yazmışam məzuniyyət əmrini, ərzəsini falan. Ona görə işdə yeni bir işçimiz var, onu öyrədirəm. Başım qarışıq olur, video çəkə bilmirəm. Bir də ki, qızlar, deməli nədir? Mən bu uzun videolarıma baxış elə bilməm, nəsə az gəlir. Mənim gözümə mi az gəlir, yoxsa elə həqiqətən mi azdır, bilmirəm. Axır neysə arada bir deyirəm ki, bəlkə uzun videolar çəkməyim. Siz necə baxırsınız? Qısa videolardan qısa roliklər yığım. Bu gün nə etdim deyə də, yəni bəzi qızlar da görürəm. Bu günləri, bütöv günü, yəni şey halına gətirdə, vlog halına. 30 saniyə, 40 saniyələ, 1 dəqiqədə maksimum. Elə mi eləyim, yoxsa elə belə uzun videolar daha yaxşıdır mı? Mənə rəydə yazın, çünki mənim üçün önəmlidir bu qərarınız, fikriniz. Mən də ona uyğun qərar verəcəm. Videonun tərsinə əyri durubmuş. Sizin üçün maraqlıdırsa uzun videolar çəkərəm inşallah. Mən toyuğu şikəst edirəm hər dəfə pişirəndə. Bəzi qıraq yerləri xoşuma gəlmir, ona görə kəsirəm. Əslində mamam dedi ki, gəlin bizə. Bu sırf fikirləşdim ki, işdir. Sağlıq olsun. Əgər bayramda evdə olmayacaqsa, heç olmasa bayram qabağı, bayram aydı neysə eləyimdə evdə. Axı bayramdır. Mənim övladım bir neysə görsün bayram aydı. Neysə buralarını da kəsək görək nə çıxardırıq. Nə deyəcəkdim? İşdə qəşəng videolar çəkmişəm. İndi görün bəlkə bu videonun arxasına qoydum o videonu. Bəlkə də ki ayrı bir video formasında paylaşdım. İşdə bəziyiblər qəşəng. Yuxarı mərtəbəni, ikinci mərtəbəni qəşəng bəziyiblər. Adamın xoşuna gəlir. Burada qəşəng çıxdıq şəkillər çəkdirdik, qızlar. Sonra video falan çəkdik. Belə. Siz bayramda ümumiyyətlə nə bişirirsiniz? Yəni, nəyi sevərəkdən, belə həvəslə hazırlayırsınız? Əslində, vaxtım olsa fərqli yeməklər eləmək istəyərəm. Yəni, aşdı, dolmadı, belə şeylərdən fərqlidir. Maraqlı bir şeylər hazırlamaq istəyərəm bayram üçün. Usta həqiqətən də vaxt olmur. Bu günləri saat 4-də buraxıblar biz evə. Çərşənbəyə görə. Yəni ki, bayramda gedim biraz evimizdə iş görüm. 4-də görə çıxıb nə iş görə bilərəm? Ancaq belə. Yəni. Bu da yenə şurallar ki, çatdırmaq olur da belə aşızada. Yoxsa normalda məsələn, geç saatda çıxanda adam demək olur, heç nə çatdıra bilmir. Mən heç aş neydi? Paxlava şəkəri eləməmişəm də, yəni. Onu çatdırmadım. Çünki vaxt yoxdur. Həftə sonu ilə adam ancaq bizdə bir dənə Novxanı da var axı.
Onun üçün gedirəm birazdan Novxanada iş görürəm. Bir də görürəm ki, saat neçə oldu. 6-cı günün çox hissəsi orada keçir demək olar. 6-cı gün saat gah 12-də gedirik, gah 2-də gedirik. Axşama çana orada oluruq. Bazar günü də elə evdə. Çox vaxt getdi də tənəbat. Nə vaxtsa inşallah sağlıq olsun. Hər şey qaydasına düşsə, mən evdə otura bilsəm, onda qəşəng süfrələr hazırlayacağım. Ona qədər məni izləmədə qalın mütləq. İndi bunu hazırlayayım, gedim süfrəni də düzəldəcəm. Bayram, avu, havalı. Mamam mənə yazılar, 3 mərtəbə verib, o cehiz verirdilər. Şey kimi, şəkər, bura, paxlava, belə şeyləri qoymağa. Heç onu çıxartmadım da bu illəri tənbəllikdən. Tənbəllikdən yox əslində, nərdifan yoxdur evdə. Nərdifanımızı aparıb Səbuy deyəndə yoldaşım. Aparıb Novxanaya. Oradakı nərdifan olması yuxarı çıxıb götürmək olmur da. Bu qədər də yuxarıdadır, bilmirəm də konkret hardadır. Yenə yaxında olsa deyərəm ki, hədə qalxıb 2 dəqiqəlik götürüm düşün. Biraz sündürdədir deyəm. Ucuyla rahat olurum, bacı. Deyirəm, çıxarım sağlı, yıxılıb eləyərəm. Bayramımızı eləməyək, çorlamayaq. Toyuğun quyruğu da getdi bir dəfəmlik. Böyle. Bunlar getsin hələlik, qalsın supazadan. Bunları da yuyum, təmizləyim. Biraz duzluyum, eləyim. Daşı davam eləyim. Toyuğu yudum, təmizlədim. İndi də duzun istiotunu töküb marina eləyəcəm. Məncə bu qədər yaxşıdır. İnşallah mənim əlim olmasın. Nənəm deyir də vaxtda Fatiməyə Zəhran əl olsun. Bilməm, düz deyirəm, demirəm. Axır inşallah duzu falan düz olsun. Yaxşı olsun. Sonra istiot olsun belə. Allah həmişə xoş günlərdə yemək hazırlamağı qismət eləsin bizə. Bu da sarı kök biraz. Bunu qarışdıraq. Görək nə çıxardır ortaya. Mən bunu belə qəşəng qarışdırıb, duzlayıb istiyotlayandan sonra bunu bir reis qızardacağım. İndi sizə göstərəcəm necə pişiririm. Mən döşəməli aşı. Döşəməli aşının ən qorxulan tərəfi bir tərəfin bişib, bir tərəfin pişməməyidir. Mən indi necə pişirirəm göstərəcəm sizə. Onda siz də qəşəng daha pişirə biləcəksiniz qızlar. Bu mənim duzluyub istiyotladığım ətim. Bu burada gözləsin. Qalsın da burada. Birdən lazım olar. Deyərəkdən saxlamışam burada. İndi nə qaldı? İndi gedək. Hələlik süfrəmizi düzəldim. Sonra davam edəcəm. Nədadır? O birisi yeməyə. Aşın da suyu qaynasın. O vaxta qədər süfrəmi biraz səliqəyə salın. Akşama kodişkom cəvənə qədər stolumuzun üstü səliqəli olsun deyərəkdən bir yığış eləyir. Bu stol açılır. Bu stolu açsam çünki bayram günüdür. Süfrədə bir-iki dənə şey olanda görsən ki, yer olmur. Onda da hesabləşiyoruz. Yoldaşımla bir yerdə az qalsın, toğrumla bir yerdə üçümüz qırırıq bir fərsi. Bu stol belə açsam, belə bacalar. Oldu qəşəng böyük bir stol. Normalda indi 6 nəfəri sarılır da. Bizim də elə geniş ailəmiz yoxdur deyə. Belə bu stol bizə bəs edir. Bunu belə açdım. Denən hə. Dedin hə. Dedin demədin. Dedin hesab eləyirəm. Bunu da belə qoyaq. Bu süfrəmizin bu hissəsi. Bu süfrəmizin gözəl göyçək səmənisi. Sonra gətirim süfrəmizin gözəl göyçək xonçasını qoyun. Düzü torlu xonçamızı biraz xaşirə döndərib. İçərisini qatıb qarışdırıb bir-birinə. Bursa da uşaqdır deyir. Dəymirəm başı. Deyirəm uşaqdır. Ki o xonça mənim nəyimə lazımdır. Oynamaq üçün olmuşuq da bunu. Deyərəkdən deməyirəm.
Amma biz üçün qoyub toxunsan. Kebab çəkən dayı. Şosamız 2 dənədir. Bu qızdır. Bu sonra burada toyuqlarıq. Şey çəkən qız. Bunu da qoyduq buna. Bunlar belə gəlsin. Bu dayday da bununla söhbət eləyir. Burada. Sən hoş samavarımızı açdın. Bu samavar, bu dayda bundan söhbət eləyir. Bu göbələklərdən mən 1, 2, 3, 4, 5 dənədir. Nədən bu oradan çıxırmış. Bunu da taxaq bunun üstünə. Çünki məncə burada daha geçir görsənir. 4, bir də olmalıdır. 5 dənə. 5 dənə göbələyimiz var. Səmənimizin üstündə. Oldu qəşəng. Səməni qoyduq. Onu qoyduq. 3 mərtəbəni çıxartmamışam deyə məcburan. 3 mərtəbəsiz olacaq. Qoz fındığımızı da belə qoyuruq. Fındıq almamışıq. Qozdur. Badam da içində dibdə var. Bu da belə qalsın. Yaxşıdır məncə. Yəni, çox da bayrama hazırlıq görməyən biri üçün məncə yaxşıdır. İndi isə neyirəm? Tavanın altını yandırıram. Tavanımız orada qızmalında olsun. Bizlər qızlar düyümüzü götürək. Düyümüz hardadır? Hey orada. İncə götür, görək o düyünü götürə bilirsən. Qurban olduğum bir damızda artıq boy verməyəm. Onu orada nətər götürüm. Və qızlar, turşu da gətirdim. Bu Azərbaycan adət ənənəsidir. Bilirsiniz, xiyarpanda turşu bayrama çıxırdı vasitələ. Bu da düyümdür. Mən həmişə sultan düyüsü işlədirəm. Yumru düyüdə sultan düyüsünü tapa bilmirəm. Keçini başqa düyüləri aldım. Amma belə uzun düyüdə bunu işlədirəm. Düyüm demək olar ki, qalmıyor. Əsas məsələ nədir? Buradakı 1-2 dənə qal var. Bunlar elə biləm ki, şey olub, nədir? Yuyulub. Mən demək yuyulmayıbmış. Bunu da yaxalayıb çıxardım buradan. Səhər yeməyində qalan qabları hər dəfə deyirəm ki, qabyonu düzün. Qabyonu da çoxunu düzmüşəm, qoşmuşam sən demə. Sən demə bunlar qalıbdır qıraqda. Ona görə bacı var. Bunu yuyum təmizləyim. Olsun çiçək. Sonra düyünü yuyaq. Çünki düyünü yumasaq əlavə edə bilməyəcəyik. Əslində bayram günü əziyyət çəkməyi sevmirəm. Prosta fikirləşirəm ki, olsa yemək yeməliydim. Yəni, ona görə yeməyi nəsə pişirmək lazımdır. Elə ən yaxşısı da düyüdür. Bu mənim qabım. Düyün də elə baxıram, elə çoxunu tökəcəm. Nə qədər ələkdir? 1 kiloluq deyə bu. Mən də elə biləm yarım kiloluq deyə qalsın. Normalda balacadır deyə gözümə yarım kiloluq deyir. Bu qədəsini pişirsən bəsdir. Bizdə düyü yeyilir. Düzdür. Amma laf da çox pişirmək istəmirəm. Elə çox adam deyilik. Qalmasın da, heyf olmasın. Birinci düyünü yuyuruq qızlar. Normalda əslində bunu 1-2 gün qabaqcadan, 1-2 gün otardırsan. 1 gün qabaqcadan istadırlar ki, düyü şişsin. Prosta mənim bunu şişirtməyə vaxtım olmadı. Mən elə bugün qərar verdim. Bugün də bişirdim. Görürsünüz nə qədər suyunu şey olur. Nə biləm, nişastadır da bu məncə. Nişastası nə qədərdir? Ağır etdir. Məncə bu qədər yuyulmaq bəs.
söküldü, heyf. Eyb yox. Mən malının qədrini bilən biri olaraq heç nəyi rasxoda vermək istəmirəm. Suyumuz qaynadı, qızlar. Bayaq da onun şapka-şap qaynayır. Kodunu aldım ki, çox şey olmasın, qaynayıb qurumasın. Bu burada qaynasın. Bunu ataq yuxarı. Düyünün qalanını qoydum yuxarı. Burada qaynasın. İndi keçək toyuğun hazırlamaq. Yeməyini. Bir hissəsini nə verəcəyik? İndi sizə göstərəcəm. Duruya istifadə elədim. Zeytun yağı vurmadım. Çünki zeytun yağı biraz istərsəmiz tam verir. Gündəlik zeytun yağı işlətsəydə, belə bəzi bağlarda zeytun yağını istəmirəm. İstəyirəm ki, adi dədə-baba yeməyimin iyisi gəlsin, tamı gəlsin. Ona görə bacılar zeytun yağı işlətməliyim. Və duzlayıb istiyotladığımız əti, gördüyünüz kimi, bu əti asta-asta əlavə edəcəyim bura. Ki, bir üzü qızarsın burada. Deməli, belə eləyək də. Bunları koyduk bura. Bu bir tanesi kızarsın. Bir yüzü kızarmış olsun. Sonra devam edelim. Qabları da yaxalamağa çalışıram ki, qablar da yığılmasın. Çünkü bunlar yığıldıkça yığılır. Yani üst-üste yığılan qablardan da yorucu heç nə ola bilməz. Bunları istifadə elədim. Qoyum yerinə, ortalıqda qalmasın. Anam yazıb vaxt elə deyirdi ki, Ayvalı işimi gördükçe əlinin altındaşları yığışdır. Ne de deyim Ayvalı, bu qadın nə qədər danışıyor, nə qədər deyinir. İndi başa düşürəm ki, nə demək istəyirmiş canım anneciğim. Mən getirəndə işlər üst-üstə yığılanda adam bezir. Turşular qalsın burada. Bu stəkan kəndisi. Bunu deyək bura. Şimdi bunu yaxalayayım. Bunu yaxalayayım, çıxardım, bacı. Sonra keçək o birisine. Düğüler yığıldı. Bunu yiyebilirim. Neyse. Çünkü töküldü. Benim buna çarem yok arkadaş. Burada vəziyyət belədir. İstəyirəm yaxşı qızartsın. Ondan sonra çevirin. Çünki yaxşı qızarmamış çevirsəm, fikirləşirəm ki, şey olacaq. Yəni tavanın altında da, qazanın altında da yaxşı bişməyəcək. Düyünün yarısını tökdüm.
gülün dibinə qazıb. Yer tapmadım tökməyə. Yarısını da ora. Deyirlər zibilə atmaq günahdır. Belə də atmağa yer tapmadım. İndi nə qayıram? İndi neçə gündür eləyəcəm dediyim bir işi görürəm. Gələn turşumuz tutarıbdı. Burada da şələmə almışdım. Şu turşu eləyəcəm də tutacağım. Qalan turşunu suyun üstünə dökəcəm. İndi də onu eləməyə çalışıram. Ki, molla gəlmişən ölən ölsün məsələyi. Yəni, mənə vaxtım olmur. Çünki normalda adi günlərdə heç cürə vaxt tapa bilmirəm belə işlərə. Deyirəm, mənə bir dəfənin əlinin altındaykən bunu da doğrunu töküm bura. Bu da çıxsın aradan. Həm də qalıb heyf olmasın. Qaldı qalacaq. Qalsa da heyf olacaq. Nə olur olsun bir müddətdən sonra çiftliyir də. Yəni, para verdik arkadaş. Kriz olmuşam. Pul verdiğiniz heç nəyə para benim istədim. Koyaqını da bura. Bedavanı sandım, para verdim, aldım. Böyük qabım olsaydı, onu mən elə böyük tutardım. Türklərdə görmüşəm, yekə. Kəsib qoyur birbaşa. Məndə qoysa böyük qab yoxdur. Onun dərdindən deyirəm, olsun da belə olsun. Bu səfər də böyle olsun dedim. Şey. Şu. Bunu doğradık, bacı var. Bu ətimiz de burada pişik demiyorlar. Bakın görün o bisküvileri gösterdim. Yani biraz da pişsin hala. Onsuz düğümüz de tam pişmediğine göre rahat şekilde. Bu burada bir yüzünü kızartsın. Sonra bakalım düğümüzün son halına güzel. Evet, mesela bunlardan bir işlem yapıyorum. Çünkü eşya da çok olanda. Adam bezir. Adam işləmək istəmir. Mesela eşya çok olanda baxdı. Elə bilsən hər yer baxır. Sonda kızlar yemeğimi belə hazır koydum.
Bir dəfə orada qızardandan sonra o bir üzünə çevirdim, qoydum qazana və üzərində aşağı əlavə elədim düyünü, yəni. Buraları indi yığışdıracağım. Turşunu da kələmi hazırladım. Bir dənəsini bankaya əlavə elədim. Bir dənə yoğurt oldu. İndi bunu da fikirləşirəm ki, ikincini doldurum. Prosta o birisinin də şurasının ki, suyu az oldu. Yəni daha indi bilmirəm. Belə bir şey oldu. Yəni suyu az oldu. İndi fikirləşirəm bunu yəqin ki, su əlavə etməliyəm mən. Çünki belə deyirəm birdən alınmaz. Yeməyimizi qoydum üstə bişməyə. Özüm də gəldim, oturdum, həlim içirəm. Bilmirəm siz həlim xoşlayırsınız yoxsa yox. Mən hər dəfə aş bişirəndə mütləq onun həlimini içməliyəm, yəni. Mənim minnoş səmənim. Görsən qişi, görsən göbələklərlə. Evimiz hazır, hər şeyimiz hazır. Oturmuşam, aşımızın bişməyini gözləyirəm. Ona görə dedim, biraz dincəlim. Düzdür, içinə düyü tökməmişəm. Düyünü vurandan sonra yadımdan çıxacaq, mən özümə düyü götürməmişəm. Neyse. Açıq televizoru. Görək nə var bu televizorda. Buralara bax, öz ampulasındadır. Səri qadında şey yoxdur. Hər dəfə deyirəm ki, balam sərgəli saxlayın, hara deyirsən, kimə deyirsən, buradan deyirsən, oradan da vıyıltı ilə keçir. Bu evdə bir dənə evdar qadın lazımdır, yəni evdə oturan qadın. İşləyən qadın bunlara yaramır, bacı. İşləyən qadını bunlar bildiyiniz işlədirlər. Evdə də işlədirlər, çöldə də işlədirlər. Ona görə bura bir dənə evdar lazımdır. Deyirəm 5 dəqiqə oturum, dincəlim. Sonra durum. Qalan işləri görüm, ortalıq dağınıqdır.